mexanizminin mövcudluğunu necə müəyyən eləmək olar? Bu sual məni düşündürdü. Çünki hamıda qoruma mexanizmləri var. Burada əsas sual o deyil ki, məndə qoruma mexanizmi görürsən var yoxsa yox? Bu deyil sualımız. Sualımız odur ki, məndəki qoruma mexanizmləri ən çox istifadə elədiyim, bəlkə top 3-də istifadə elədiyim qoruma mexanizmləri hansı kateqoriyaya girir? Yəni daha ilkel qoruma mexanizmlərindən mi istifadə edirəm? Yoxsa daha orta və yaxud da çox daha sağlam qoruma mexanizmlərindən mi istifadə edirəm? Çünki onsuz da istifadə edəcəksən, bu sənin psixologiyanın ayrılmaz hissəsi də olacaq. Əsas sual hansı kateqoriyadan istifadə edirəm? Və təbii ki, arzu olunandır ki, sağlam qoruma mexanizmi kateqoriyasından istifadə eləyəsən, bu sənin nə qədər hadisələrin nə qədər yetişkin yanaşa bildiyini, nə qədər yaxşı baş eləyə bildiyinin ən böyük göstəricilərindən biridir. Və qoruma mexanizmləri ilə işləyərək, özünlə işləyərək istifadə elədiyin qoruma mexanizmlərin ilk əldən və yaxud da ortadan yuxarıya doğru daşımaq olur. Burada belə bir məsələ var. Qoruma mexanizmləri proqramında bunu çox daha aydın izah eləmişəm. Amma sən eyni anda həm ilk əldən, həm də sağlam qoruma mexanizmlərindən istifadə edə bilərsən. Çünki biz insan olaraq bəzi məsələlərdə çox tətiklənirik və çox ilkel bir yerdən, ilkel bir qoruma mexanizmasını istifadə edib reaksiya verə bilərik və yaxud da bəzi məsələlərdən tətiklənmirik və daha sağlam bir yerdən münasibət qura bilirik. İnsanlıq və bunu bu şəkildə eləməyimiz çox təbiidir. Qoruma mexanizmləri proqramı əslində tətikləndiyimiz yerlərlə işləyir, o qoruma mexanizmlərlə işləyir və şuurlu şəkildə həmin yerlərə sağlam qoruma mexanizmlərini necə daxil edə bilərik, bunu öyrədir. Belə, ümid edirəm ki, sizin üçün aydın oldu. Növbəti suala keçirəm.